Bugün 3A sinifi ilə bizim yeni mövzumuz yuvanın hazırlanmasıyla bağlıdır. Baxaq görək şagirdlər nələr işləyirlər. Siz də artıq bir yuva düzəltmisiniz. Bu ilan yuvasıdır. Bəli, bəli. Düzdür? Sonra nə düzəldirsiniz? Nə hazırlayırsınız? Başqa yuva da hazırlayırsınız, hə? Xeyr. Hələ bununla kifayətlənirsiniz. Sizə də iş gedir burada. Qədmağa gidi hazırlayıb. Baxaq qədmağa. Nə quşudur bu? Bu qaranquş. Mənim qaranquşa oxşar. Altında da yumurtaları var, ha? Baxaq yumurtalarını. Hə, ala. Siz şəkil çəkib gətirib göstərmişdiniz mənə. Hə? Hanı onlar? Yonis, çəkdiyin şəkillər hanı? Bayaq göstərdin axı mənə. Hə, bunu hazırlamışsınız siz Məhəmməd, hə? Yumurtalar var. Hə, ala. Yəni çəkim onu. Hinduşka düzəltirik indi. Hə, ala, uğurlar sizə. Bu sinifin ən fəallarındandır. Bu qızlar, sonra 2 oğlan. Sən işləmirsən bir dənə. Sən xüsusi çəkdin. Baxaq görək hazırladıqlarınıza uşaqlar. Mənim sərçə. Sərçədir. Biraz yuxarı qaldır onu. İşığa tutdu onu. O bir düzəltdi yüzanı. Mənim o birisi şeylər. Baxaq görək. Bizə pingvin düzəltdik. Baxın. Pingvin. Hə, ala. Sizə də bir 5. Mən bir ilan düzəltdik. Ha. Mən bir kimi tamam. Siz ücret yığışdırdınız. Mənim yığışdırdım da. Bəs dedim axı çəkiliş edirəm. Nə qəşəng. Bax bu əməli başı rəssam işidir bu. Halal sənə 5 alırsan sən də. Bu ikincisi də hə? Mamasıdır. Mamasıdır. Mamasını da yuvaya qoyun da. Anası yerləşmir. Anasını olur. Bunun yuvası çox böyük oldu ya. O birisinin yuvası balacadır. Səhv qoymuşsunuz, Yuvaları səhv saldılar. Mənim kasa yox şiiri. Elə ki, muzeydən yox. Əla. Oo, nə qəşəng rəssamlıq işidir bu. Qəşəng. İpək sağ ol, nə qəşəng hazırlamısan İpək. Qəşəng, sənin dərvişin. Tamamlansa laf əla olacaq. Baxım qızım sənin də işi var.